Belə bir maraqlı suala baxırıq. Qeyd edim ki, bu sualda müəllifi olduğumuz test toplusundandır. Başlayaq. 3 fərqli köməkçi nitq hissəsi işlənmiş cümləni istəyir bizdən. Gəlin Y variantından başlayaq. Onunla danışmaq mənim üçün çox çətin idi. Bu cümlədə köməkçi nitq hissələrimiz hansılardır? La, qoşma, mənim üçün, bu üçün də qoşma və çox ədat, qüvvətləndirici ədat. İndi bu cümlədə 3 köməkçi nitq hissəsi gördüyümüz kimi işlənib. Amma gəlin sualın şərtinə baxaq. Bizdən 3 fərqli köməkçi nitq hissəsini işləyir. Bizim cümləmizdə, Y bəndindəki cümlədə isə 2 dənə qoşma işlənib, 1 dənə ədat. Yəni, üçüncü bir fərqli köməkçi nitq hissəsi yoxdur. Ona görə Y variantını çıxıram. Onlarla işlə və onları kəşf et. Bu cümləmizdə ilə qoşmamız, qoşma, bir də və bağlayıcı. 2 fərqli köməkçi nitq hissəsi var, üçüncü köməkçi nitq hissəsi yoxdur. D-ni də çıxıram. Ustalar da deyəsən əmr gözləyirdilər. Bu cümlədə də da bağlayıcıdır, deyəsən modal sözdür. Üçüncü bir köməkçi nitq hissəsi yoxdur. B bəndində ay Fərid, bilirəm ki, sən də gəlmişdin. Bu cümləmizdə ay çağırış nidasıdır, nida. Bilirəm ki, tabeliliyi bağlayıcısı, də isə tabelsizliyi bağlayıcısı, iştirak bağlayıcısı. Yəni, bunlar da bağlayıcıdırlar. Bu cümlədə də 3 köməkçi nitq hissəsi işlənsə də, 3 fərqli köməkçi nitq hissəsi işlənməyib. Çünki bunların ikisi, yəni ki ilə də, hər ikisi bağlayıcıdırlar. Üçüncü fərqli köməkçi nitq hissəsi yoxdur. Ona görə B bəndində çıxıram. A bəndində ay bala, o da yaxşı insandır ha. Cümləmizdə ay, çağırış nidası, nida, o da, iştirak bağlayıcımız və ha, burada da qüvvətləndirici ədatımız. Deməli, nida, bağlayıcı və ədat 3 fərqli köməkçi nitq hissəsi işləndi. Sualımızın doğru cavabı A variantı oldu.